Sağlamlıq ümumiyyətlə insan üçün çox önəmli bir, vacib bir şərtdir. Əslində sağlamlığın münasibətdə 3 kateqoriya müəyyən olunur. Sağlam insanlar, praktiki sağlam insanlar və xəstə insanlar. Sağlamlıq dedikdə biz fiziki və ruhi sağlamlığı nəzərdə tuturuq. Fiziki sağlamlıq əlbəttə ki, insanın gündəlik fiziki fəaliyyətinin təminatı deməkdir. Psixi sağlamlıq da əlbəttə ki, onun psixi fəaliyyəti ilə bağlıdır. Hər iki halda, yəni həm fiziki və psixi pozğunluqlar baş verirsə, artıq burada normadan kənarlaşdırılmaq kimi başa düşülür və bir xəstəlik kateqoriyasına daxil olur. Nazoloji vahid kimi müəyyən olunur. Praktiki sağlamlıq, praktiki sağlam nə deməkdir? Sağlam olmaq nə deməkdir? Ola bilsin ki, insanın bu və ya digər şikayətləri var, ancaq o gündəlik əmək fəaliyyətində olur, psixi fəaliyyətində olur, ancaq müəyyən xroniki xəstəliklərlə yaşaya bilir. Xəstə dedikdə bizim anlamımızda həm fiziki, həm də psixi fəaliyyətini həyata keçirməyən hal, keçirə bilməyən halda insan xəstə hesab olunur. Əlbəttə ki, xəstəliyin özünün də ağırlıq dərəcələri olur xəstəliyin və bu ağırlıq dərəcələrinə görə də əlbəttə ki, insanın psixi və sağlamlıq fəaliyyəti pozulmuş olur.